Salam. Bugün bunu necə çəkirik onu izah edəcəm. Dostlar, həmişə kimi birinci orta xətti çəkməklə başlayırıq. Təbii ki, bunun üçün xəttkeşdən istifadə eləmirik. Orta xətti qoyaq. Belə əyri orta xətt çəkirik. Bunu elədikdən sonra, orta xətti çəkdikdən sonra, təbii ki, vərəqdə yoxlayın. Bu məsafə ilə bu məsafə bir-birindən eyni olsun. Təxmini məsafəmizi qoyuruq. Təxmini məsafəni qoyduqdan sonra fikir verməliyik. Aşağı biraz, yuxarıya nisbətən kiçik, daha doğrusu böyük. Bura isə kiçik olsun. Hündürlüyü yerləşdirdikdən sonra fiqurun enini tapmalıyıq. Burada isə ümumi eni nəzərdə tuturuq. Ümumi eni isə qabın ən sağından ən sonuna qədər olan məsafədir. Hündürlüyümüz də ki, zaten təxmini şəkildə də qoyuruq. Burada da yerləşdirim. Budur. Bu da ümumi hündürlüyümüzdür. Orta xətti çəkdik. Bundan sonraki proses eni tapmaqdır. Eni tapmaq üçün nə edirsiniz? Bu məsafəni götürürsünüz, qoyursunuz hündürlüyünə. Neçə dəfə yerləşir ona baxırsınız. Təxmini haradasa bizim bu flomasterla eyni boyda olduğuna görə buradan belə, bir də haradasa yarısı qədər yer tutur. Eyni şeyi bura tətbiq edirik. Bura elə bir ölçü qoyuruq ki, bunu götürüb yuxarı qoyanda bir də yarım olsun. Götürüb ölçüyə yoxlayaq. Belə bir şey tapdıq uzun. 1 yarımdan biraz azdır. Ona görə ölçümüzü biraz kiçiltməliyik. Dəfələrlə yoxlayın. Bura ilə bura bir-birindən eyni olsun ki, komponovkavız pozulmasın. Ölçümüzü tapdıq. Bu bizim ümumi en, bu da ümumi hündürlük. Yəni belə kobud şəkildə düzbucaqlı çəkirəm ki, yəni bu bunun içində yerləşəcək. Mən biraz əyri oturmuşam deyə ola bilər, bura biraz balaca görünsün və yaxud da nəsə olsun, izahat üçündür. Siz tam şəkildə bunların bir-birindən eyni olmasına diqqət edin. Bunu elədik. Bundan sonraki proses bu nöqtəni tapmaqdır. Baxın, bu nöqtəni tapmaqdır. Ən eyni olan hissənin harda yerləşdiyini tapmaqdır. Elə təxmini baxanda gördük ki, bu enin uzunluğundan, yəni bax bu enin uzunluğundan haradasa biraz aşağıdadır. Götürüb bu eni belə qoysaz və bundan biraz aşağıda olsa, haradasa düşür elə bu hissəyə. Nöqtənizi düzgün şəkildə tapandan sonra bir dənə bura kobud şəkildə bir oval çəkirsiniz. Bu ovallara mütləq əlinizi düzgün şəkildə öyrəşdirmək lazımdır. Və burada, bu fiqurda hər bir detalın ölçüsünü düzgün şəkildə yerləşdirmək ki, maksimum dərəcədə buna oxşasın. Hətta mən tövsiyə edərdim ki, buradan bura qədər olan məsafəni də götürüb ölçərək düzgün şəkildə yerləşdirəsiniz. Məsələn, bunu götürdünüz, qoydunuz enə 1, 2, 3 yarım yerləşir. Ölçünü yoxlayıram. 1, 2, 3, yarımdan biraz azdır, mən biraz, daha doğrusu çoxdur, biraz böyütməliyəm buranı, formanı. Təkrar yoxlayıram. 1, 2, 3, yarım. Bu da buradan gəlir. Bunlar bizim köməkçi xəttlərdir. Skeç eləyəndə, yəni narahat olmayın, rahat şəkildə skeçinizi eləyin. Eyni şəkildə aşağı oturacağı da tapırıq. Fikir versəz, alt xəttdən biraz yuxarıdadır. Ölçə də bilərsiniz, təxmini şəkildə də qoya bilərsiniz. Və bunun enini götürürsünüz. Məsələn, burada enini tapmışıq deyə eninə də qoyub tapa bilərik və yaxud da elə uzunluğuna da qoyub tapa bilərsiniz. 1, 2-dən biraz çox yerləşir. Aşağı hissəyə bir xətt qoyuruq. Bunu götürürəm, yerləşdirirəm. Diqqət eləyin, yəni dediyim kimi eyni olsun, ölçünü bu ilə götürməyə rahat olmur. Götürək, yoxlayaq. 1, 2, biraz da böyüməlidir. Bunu daha rahat tapa bilmək üçün də bir variant da var. Buradan bura əyrilik
götürüb vərəqinizdə tətbiq edə bilərsiniz. Yəni təxmini hara düşür, ona görə də tapa bilərsiniz. Məsələn, buranı belə göstərim. Yəni bu oval formanı çəkməmişdən öncə əyriliyi qoyub vərəqinizdə yoxlaya bilərsiniz. Təxmini qoyduq. Yəni buranın ölçüsünü də götürək. Hardasa düşür bura. Artıq xəttləri pozuram ki, bizi çaşdırmasın. Siz də mütləq çəkəndə vərəqinizdə artıq xəttləri pozun, aradan qaldırın ki, sizə mane olmasın. Təkrar buranı yoxlayıram ki, görüm neçə dəfə yerləşirdi. 1, 2, 2-dən biraz çox. Eyni şəkildə burada yoxlayıram. 1, 2, 2-dən hələ var məsafəmiz, biraz da artıra bilərik. Bura düşdü. Ölçümüzü yoxlayırıq. 1, 2, 2-dən biraz çox. Təxmini düşdü bura. Hansı ki, bu dediyim əyrilik xəttini məsəl üçün gətirib bura tətbiq eləyərək də o nöqtəni tapa bilərsiniz. Artıq xəttləri pozuram. Bir dənə də belə buradan xətt çəkirəm və burada bir dənə oval yerləşdirirəm. Bu oval da bu alt hissədir. Bunun oturacağı. Bu oval isə buradır. Eyni qaydada bundan biraz yuxarıda yenə ölçə bilərsiniz. Buradan bura qədər olan məsafəni götürərək, məsəl üçün elə bunun enində yoxlayaraq 1, 2, 2,5 yerləşir. Məsafənizi təyin eləyin, götürün, ölçün, yoxlayın. 1, 2, yarım yerləşdi. Buranı da tapdınız. Bu ölçündə tapmış oldunuz. Buranı da yerini tapmış oldunuz. Yəni sonra burada bir də belə bir formamız var. Bunu başqa rənglə yoxlamalıyıq. Çünki hamısı qarışdı bir-birinə. Burada belə bir formamız var. Burada da belə bir formamız var. Və bu biraz daha əyri gedir. Ki bunu burada tətbiq eləyəcəyik. Və buranın da yerini tapmalıyıq. Baxırıq ki, bizim bu mərkəz xəttindən bir balaca yuxarıda yerləşir. Təxmini yerini qoyuruq. Yəni burada təxmini ölçülərdə mütləq diqqət edin. Bunlar şərti xəttlərdir. Məsələn, bunlarda səhvlər eləyə bilərsiniz. Artıq formanı quranda bu səhvlərə mütləq diqqət edin və düzəltməyə çalışın. Bir də var bizdə yuxarıda qabın ağız hissəsi. Buranın da bir oval forması var və üst hissədən biraz aşağıdan düz xətt yerləşir. Biz buranı tapmalıyıq. Yəni bu eni tapmalıyıq və bu xətti qoymalıyıq. Biraz aşağıda yerləşir dedik. Təxmini yerini qoyuruq və enini ölçüb yoxlayırıq. Bunu götürürəm, ölçüsünü qoyuram ümumi enə. Görürəm ki, bundan biraz böyüdür, hardasa bu qədərdir. Öz vərəqinizdə çəkdiyinizdən də istifadə edərək, məsəl üçün, bura bir dənə işarə qoyuram. Buradan bura qədərdir, bax bu ölçü. Bunu götürürsünüz, bölürsünüz iki yerə, bura paylayırsınız. Bunu tez sürətli şəkildə eləyək. Bərabər hissəyə. Bunu paylayaq yanlara. Eyni ölçünü götürürəm, bir də qoyuram bu tərəfdən. Burada bir dənə düz xətt çəkirəm. Eyni qədər bundan aşağıda bir dənə də xətt qoyuram, burayla eyni. Burada bir dənə oval çəkirəm. Dedik ki, burada da bir dənə bizim ovalımız var. Onun da öz eni var. Onun da ölçüsünü götürürəm. Yenə yoxlayıram ümumi enin üstündə. Görürəm düz yarısı qədərdir. Düz bunun yarısı qədərdir burada yerləşən oval. Bunun da məsəl üçün yarısı var da, düzdürmü? Bunu da iki yerə bölürəm. Bunu da paylayıram yanlara. Alt hissəsidir. Biraz yuxarıdan xətt qoyub burada bir dənə oval çəkə bilərsiniz. Və dedim ki, forma var. Biraz əyri qalxır. O əyriliyi götürüb bu yan hissədən qoysaz, hardasa düşəcək bura. Bura bir dənə düz xətt. Eyni qaydada sol tərəfinə də bir dənə düz xətt. Və bunun da özünün bir qalınlığı var. Bundan biraz aşağıdan da bir qalınlıq aparırsınız. Bunu da bir ovalla eləyə bilərsiniz, amma belə əliniz öyrəşəndən sonra formanı çəkin, kifayət edir. Gətirdik bunu da yuxarı, bunu da yuxarı. Buradan da belə bir forması var. İndi təbii ki, buradakı qarma-qarşılığı aradan qaldıracağıq, lazımsız xəttlərimizi pozacağıq və daha yaxşı görünəcək. Alt hissədə, hansı ki, baxın bu hissədə belə bir formamız var və bunun bitdiyi hissədə də bir əslində oval var.
Bu özü bir kürəni tamamlayır və buradan yanlara doğru açılır. Amma biz bu hissəni tapsaq, bu formanı tapsaq, bu kürəni də köməkçi xəttlərlə bərpa edib çəkə bilərik. Nə edirik? Təxmini yerini qoymuşuq. Ölçə də bilərsiniz, ölçüb yoxlaya bilərsiniz. Məsafəni təkrar 1, 2, 2-dən biraz çox, yarısından evi biraz az yerləşir. Təzədən qoyduğum məsafəni təkrar yoxlayıram ki, maksimum dərəcədə düzgün alınsın. Biraz da yuxarı qalxmalıdır. 1, 2, yarımdan az. Yerini tapdıq. Və burada da bunun öz eni var. Bu aşağıdakı fiqurda göstərim. Buradan bura qədər olan məsafə var. Baxın, bunu deyirəm. Burada bir bizim yumruğumuz var. Yerini qoyduq. Bu eni tapmalıyıq. Götürürəm bu eni, elə aşağıdakı tapmışıq da aşağının enini. Bunu götürürəm, bunun üstündə yoxlayıram. Bir-birdə yarım yerləşir hardasa. Elə bir ölçü qoymalıyam ki, o da bir-birdə yarım yerləşsin. Biraz da böyüməlidir. Təkrar yoxlayıram, bundan yoxlamaq çətindir. Uzaq. Götürürəm, yoxlayıram, yarım. Tapdım buranda. Biraz üstdən baxışdı deyə, azca üstdən baxışdı deyə, buranın yumrusu biraz daha geniş götürüləcək. Bunu da qoyduq. Bundan sonraki proses artıq yan formaları çəkmə prosesidir. Hansı ki dedim, yumrunun bir hissəsidir. Aşağı tərəfdə, eyni ilə burada da. Bu formaları çəkmək üçün, məsələn, bir kürə çəkə bilərsiniz bura və yaxud da əliniz artıq öyrəşibsə, vərdiş eləyibsə, sadəcə öz formasını çəkməyiniz də kifayət eləyir. İndi bu qarışıqlığı biraz aradan qaldıraq, artıq xəttlərimizi pozaq və qabımızı ortaya çıxardaq. Artıq xəttləri biraz aradan qaldırdıq, başlayaq formanı daha da dəqiqləşdirməyə. Çəkdiyimiz köməkçi xəttlər bizə kömək eləyəcək ki, bu orta xəttdən belə bir xətt gedirdi. Köməkçi xəttlər bizə kömək eləyəcək ki, formanı daha düzgün şəkildə burada biz göstərə bilək. Yəni burada bir yarım kürə var da, belə deyək. Bu isə bir yarım kürədir. Və buranın simmetriyasına mütləq diqqət edin uşaqlar. Yəni bu məsafələrin eyni olmağına. Yoxlayın ki, kürəni maksimum dərəcədə düzgün çəkə bilərsiniz. Və yaxud da bayaq dediyim kimi, bura bir dənə üstəgəl atıb, bir kürə çəkib, ona uyğun da alt formanı ortaya çıxarda bilərsiniz. Və bunun içində bir boşluq da var. İndi flomasterla çəkmişik deyə, vərəqdə çəkməmişik deyə biraz qarşılıqlı ola bilər. Amma siz bu dediklərimi düzgün şəkildə vərəqdə tətbiq eləsəz, daha səliqəli və daha düzgün bir qab forma almış olacaqsınız. Mütləqdir ki, ölçülərə diqqət eləyin. Bir dənə sürətli bir dənə təkrar keçək. Birinci nə etdik? Ümumi hündürlüyümüzü qoyduq. Bunu özümüzdən qoyuruq. Sonra eni tapmalıyıq. Eni tapmaq üçün nə etdik? Enin ölçüsünü götürdük, qoyduq uzunluğa. Neçə dəfə yerləşir ona baxdıq. Ondan sonra bu ən enli olan hissənin harda yerləşdiyini ölçüb tapırıq. Bunu götürürəm, bu ölçünü qoyuram hündürlüyə yenə. Neçə dəfə yerləşir ona baxıram. Ondan sonra ağız hissənin enini tapıram və yaxud da alt hissənin enini tapıram. Yəni bunun xüsusi bir ardıcılığı yoxdur. Bunu da tapa bilərsiniz, bunu da tapa bilərsiniz ayrı-ayrılıqda. Sonra bunun yerləşmə yerini tapıram. Hansı ki bu yarım kürə harda yerləşir, harda bitir onu tapıram. Bu məsafəyə görə buna diqqət edirsiniz. Eni, aşağı hissənin enini götürürəm. Məsəl üçün bura qoyub yoxlayıram və yaxud da ümumi hündürlüyə qoyub yoxlayıram ki, görüm neçə dəfə yerləşir və eyni şeyi mütləq öz vərəqinizdə çəkdiyiniz fiqurda tətbiq edirsiniz. Ölçü sistemini düzgün şəkildə başa düşdükdən sonra
hər bir şeyi, istənilən fiquru, istənilən heykəli asanlıqla çəkə bilərsiniz. Bu günlük bu qədər. Gəlin dərslərdə görüşərik.